təqvimlər 26 fevral 2026-cı ili göstərir. Bu o deməkdir ki, Xocalı faciəsindən 34 il ötürü. Xahiş edirəm ki, gəlin həm Xocalı qurbanlarının, həm də Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Ruhları şad olsun. Bura bizim evimizdir. Bu benim atamdır. Bu da anamdır. Bu ise benim nenemdir. O geceler bana nağıl da danışırdı. Ama indi heç kim gülüb danışmır. Elə bil kimlərsə küsü bilər. Deyirlər müharibədir. Müharibənin nə olduğunu bilmirəm. Bircə onu bilirəm ki, məndən heç kim oynamır. Birdən qorxulu səslər eşidildi. Atam tələsi evdən çıxdı. Oyuncağıma dedim ki, qorxmasın. Birazdan atam qayıtdı. Dedi ki, tez olun, gedirik. Ermənilər kəndə hücum ediblər. Biz meşəyə qaçdıq. Hamı qışqırırdı, hamı ağlayırdı. Mənimə nəsə oldu. Dedi ki, mən burada qalıram. Sonra ne oldusa anam da yıkıldı. Atam da. Ben tek kaldım. Hiç ne işitmirdim. Qışqıra da bilmirdim. Elə bir dilim tutulmuşdu. Sonra bilmirəm nə oldu. Elə bil yuxuya getdim. İndi
adı yoxdur? Yox. Bəs bu kimin övladıdır? Bütün Azərbaycanın. Hamı mənə baxıb kövrəlir. Mən onlara neyləmişəm? Heç adıma da bilən yoxdur. Hamı mənə nişanə deyir. Xocalı nişanəsi. ildə baş vermiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövrün ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri, Qarabağın ən qədim insan məsələlərindən biri olan Xocalı şəhərində baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi 20-ci əsrdə ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatun Xrosimov faciələri ilə eyni səviyyədə durur. 1990-cı il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşmiş keçmiş SSR-li 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunlar tərəfindən əhatə olunmuş, sonra Xocalı artilleriya və ağır hərbi texnikalarında güclü və amansızcasına atəşə tutulmuşdur. Tez bir zaman içində şəhərdə yanğın baş verilmiş, şəhər tamamilə alova bürünmüşdü. Şəhər müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşdu. Fevralın 26-sı səhər saat 5-ə kimi buranı tərk etməyə məcbur olmuşdular. Bir gecə içərisində qanlı qədim Xocalı yerlə yeksan edilmişdi. Söz verilir 7 A sinif şagirdlərinə. Duz bastılar yarana, layla, Xocalım layla. Düşdüm güllə, barana, layla, Xocalım layla. Namərdi kim çağırdı? Göydən ölüm yağırdı. Dinlə demək ağırdı. Layla, Xocalım layla. Daş üstə daş mı qaldı? Salamat baş mı qaldı? Gözümdə yaş mı qaldı? Layla, Xocalım layla. Qaçdı Novruzun tamı, kimdir yandıran şamı? Yas eylədim bayramı, layla, Xocalım layla. Dərdin kimi acı yox, ağrı var əlacı yox. Ağlamağa bacı yox, layla, Xocalım layla. Hisdir, pasdır, qurumdur, üstü burun-burundur, hər tərəf uçurumdur, layla, Xocalım layla. Bu torpağın canısan, selə dönmüş qanısan, sən kimin qurbanısan, layla, Xocalım layla. Xocasan, xocan hanı, cavansan, qocan hanı, tüstülü, bacan hanı, layla, Xocalım layla. Çıxmağa yol olmadı, qucmağa qol qalmadı, üzməyə sal qalmadı, layla, Xocalım layla. Məndən düşdü soyadım, namərd olsun qoyadım, sən necə oyadım, layla, Xocalım layla. İsə 7B sinif şagirdi Məmmədli Mədinənin hazırladığı video çarxı sizə təqdim edirik. 1992-ci ilin fevral ayının 25-dən 26-sına gecə Xocalı şəhəri ağır hücuma məruz qaldı. Həmin dövrdə bölgədə Dağlıq Qarabağ uğrunda müharibə edildi. Gecə saatlarında şəhərə silahlı hücum başladı. Şəhər müxtəlif istiqamətlərdən ateşə tutuldu və sakinlər qəfil yaranmış təhlükə ilə üz-üzə qaldılar. İnsanlar evlərini tərk edərək qarlı, şaxtalı havada meşələrə və dağ yollarına üz tutdular. Lakin mühasirə şəraiti və ağır hava şəraiti vəziyyəti daha da çətinləşdirirdi. Xocalıda baş verənlər təkcə hərbi əməliyyat deyildi, həm də dinc əhaliyə qarşı törədilmiş böyük bir faciə idi. Bu faciə nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər yaşlı idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideyni
130 uşaq isə valideynlərdən birini itirmişdir. 487 nəfər yaralanmışdır. 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Bu faciə Azərbaycan tarixinin ən ağırlı səhifələrindən biridir. Bu faciəni unutmayacağıq, həm də unutturmayacağıq. 9-cu sinif şagirdləri Məmmədli Mədinə və Əhmədzadə Lamiyə. Qarlı qış gecəsi səslər ucaldı, düşmən gülləsi canları aldı. Xonçalı gəlinin bəxti qaraldı, alova büründü yandı qocalı. Ana balasının gözü önündə, can verdi əzab acı üzümündə. Allaha ucaldı bu axınalar, qorxuz bir yuxudur sandı qocalı. Hər kəs öz canının hayına düşdü, ana balasından çarəsiz geçdi. Düşmən xalqımızın qalmışdı, dəhşətə büründü sundu qocalı. Günahsız canlara zülm etdilər, kimsəsiz can görmüş quduz etdilər. Ötüşsə üstünə yenə dəyirlər, o gün yenidən andı qocalı. Azərbaycan diyarında bir şəhər var, Can Xocalı. Torpağı çox nahaq qanlı, ürəyindən də yaralı. Bu torpaq saysız itirmiş əlif kimi oğulları. Gec də olsa da alındı igidlərimizin qanı. Vəhşi düşmənlər yandırdı, talan etdi Xocalını. Öldürdülər neçə-neçə köməksiz olan insanı. Bizə olan bu dəhşəti həm gördü, eşitdi dünya. Lakin görməzlikdən gəldi, kör oldu, kar oldu dünya. Düz 30 il yerdə qaldı, tökülən nahaq qanımız. Şükür gec də olsa aldı, qisası qorxmaz ordumuz. Xocalı səhnəci, çıxış edir 7B sinif şagirdləri. Sənin gəncliyin aparıcı qızlara oxşar. Xeyr, mənim gəncliyim sarı gəncliyə oxşar. Yox, sənin gəncliyin xarici qızlara oxşar. Sara, Leyla, mübahisə etməyin. Bəs Orxanla nə? Deyir orada, yenə quşlar üçün yuva özlərir. Orxan, sən yenə quşları öldürəlirsən. Onsuzsa ermənilər nişan alıb dağılacaqlar. Eşitmirsən məni? Evi yox, onlar nə qədər nişan alıb dağılsalar da mən yer edirəm. Orxan, bu gecə yenə atacaqlar. Yox, Leyla atmayacaqlar, qorxma, mən sizin yandım. Sən bir anda belə demişdin. Amma bütün gecəni güllə səsinə yata bilmirdik. Saat gələcəyi bölən çox rahatladım. Sara, Leyla, Orxan, gəlin çörəyimizi yiyin. Apar bu çörəyi də ver Orxana.
Kaldır yüzünü. Yüzünü kaldır. Ay Allah. Gel. Korkma. Korkma. Ordumuz kısasımızı aldı. Hocalar hakkında məlumat. Çıxış edir 8-ci sinif şagirdləri. Sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyat nəticəsində Xocalı rayonu işğaldan azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqlar nəticəsində 24 sentyabr 2023-cü ildə Xocalı rayonu Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunda Azərbaycan Respublikasının dövlət bayrağını uzatmışdır. 34 il öncə bir gecədə məhv edilən, yandırılıb göllər solan şəhər indi tam başqa mənzərə ilə qarşımızda canlanır. Yenidən qurulanan Xocalıda həyat qaynayır. Prezident İlham Əliyevin tapşırığına əsasən müəyyən müddət ərzində bərpa edilmiş müasir Xocalı araya gedənlərdə xoş təsərrüf yaradır. Keçmişdə Xocalı sakinləri faciənin ağır acısını unutmasalar da yurda qayıdış sevinci üzlərində əks olunur. Həmçinin Prezident İlham Əliyev 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri kimi qeyd olunması haqqında sərəncam imzalamışdır. Biz bugünkü günə görə prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Xocalı, biz sənə qayıtmışıq və qayıtdıq. Həsrət dolu günlər geridə qaldı. Xocalı mahnısı ifa edir 7-ci sinif şagirdləri. O cennet kokulu azat semalar, güzel omuzlu, güzel Xocalı, çınar suyla etle eymanlar, güzel omuzlu, güzel Xocalı, düşman taptanında sürünmüş sen. Yeah.